Elə mövzunun bir çətinliyinə gəlsə, əslində mexanika mövzuları nisbətən biraz uzundur. Yəni düstur çoxdur mövzular. Amma düstura qabul olması düsturlar. Amma uğraş da tələb edir. Yəni evdə gedib hər gün düstur oturmalıdır. Amma indiki keçdiyimiz part birincisi isə biraz asaddır. İkidə biraz asaddır. Birincisi asaddır. Hətta birinci hissədə demək olur lövhədə indilik, yəni birinci hissədir, birinci partın birinci hissəsidir. İkinci hissə molekulyar kimya nəzəriyyə haqqında müddəalar, əsas müddəalar. Üç tane müddəa var, amma onun keçmişlərdə birinci molekulyar fizikanın olduğunu deyək. Yəni birinci əlaqənin mexanikaya başlayanda demişdim mexanika nədir? Mexanika nə idi? Hayır. 12 dənə mexanika mövzusu kesin mexanika olduğunu. Mexanika nə idi mexanika? Qısa əşyanın hərəkəti idi, yeri idi, yerləşməsi idi, sürəti idi. Doğru. Yəni cisimlərin hərəkəti haqqında öyrəndik. Yəni, amma indi bu günlərdə cisimlərin makroskopik xassələrini öyrəndik. Cisimlərin belə deyək də, yəni mexanikada bu cismin, bu arabacığın hərəkətini öyrəndik. Buradan bu arabacığı yaxınlaşdırırıq məsələn, yaxınlaşdırırıq, tutaq ki, arabacıq geçərdi, tam bura qədər yaxınlaşdırırıq, burada molekullar falan var bunun. O xassəsi haqqında öyrəndik, temperatur falan xassəsi. Və maraqlı mövzudur. Mövzunun öyrəndən sonra, belə deyim, 4 dənə imtihan sualı qarşılayır. Üstə belə xeyrinə baxsaq, səs çox düşükdür, yəni onlar əsasında dəniz sahilində səslər var, onun üçün adam beyin açır. Yəni, ekstra olaraq da maşının məsələn işləyən prinsipini lazımdır öyrənəsən ki, maşında nədir, yəni özünü təskin edə bilərsən. Silvey bu şeydir, batır. Bunun molekulyar kinetik nəzəriyyənin 3 müddəası var. 3 dənə müddəadır. Birinci müddəa burada yəni nəzəri olaraqdır, yəni yazılacaq bir şey yoxdur, sadəcə nəzər olaraq deyiləsi bir şeydir. Amma yəni gələcək bir şey kimi sayılmır da, yəni yazılır deyə. Birinci müddəamız bütün cisimlər molekulardan təşkil olunur, molekulardan və atomlardan təşkil olunur. Bu müddəanı John Dalton deyir, İngiliz alimidir. John Dalton, kimyaçı idi səhərlərimizə. Deyir ki, bütün cisimlər molekulardan təşkil olunur. Bütün cisimlər molekulardan vahimələrdə tamam oldu. Amma burada belə suallarda da olur ki, yəni bu müddəa harın nəyə əsaslanıb belə deyir falan filan. Məsələn, cisimlərin buxarlanması, bir şeydən buxarlanması. O işi onun nədir, molekulun kimyəvi formada bildiyini düşünür, molekulyar kinetik nəzəriyyəni və iyin yayılması. Məsələn, indi onun bir şey gətirmir. Bunun iyi isə yayılar. 5 dəqiqə içində falan iyini hiss edir. Yəni, hiss eləməsən, yəni onda bilirim, əti alırım, görürüm, bunun iyisini hiss eləmir. Yəni, iyin yayılmasıdır falan molekuların, bu nətər oldu? İndi bu ətin molekular gəlsən, burada gələcək, yəni, molekuların yayılmasıdır. Yəni, birinci müddəmiz budur, bu şəkildə. Nə idi? Bütün cisimlər molekularının təşkil olunur. İkincisi də ki, molekuların hərəkəti haqqındadır. Bundakı müddəanın belə adı budur ki, molekular xaotik hərəkət edir. Bütün molekular xaotik hərəkət edir. Yəni, nədir xaotik hərəkət? Tutaq ki, bir dənə suda bu. Buradakı molekul belə hərəkət edir. Gedir bura, gedir bura, gedir bura, gedir bura. Yəni, sağ-sol belli olmayan adamlar var ya, onun kimi, yəni, ancaq xaotik hərəkət edir. Ora, bura, amasına gel, dəyər bura. Özəki yəni çox böyük sürətlərlə deyir. Amma nəyə görə çox məsafə qətiləmir, yəni çox məsafə qətiləmir. Gedir, o birsin təliyor tərəfə. Bunu ilk dəfə Robert Brown deyib. Robert Brown il yadından çıxım 1837-ci ildə botanikaçıdır o. Yəni, bu qabın içində bitki toz hissəciyi var. Hissəciyin görür ki, istiqamət hər tərəf hissəci gedir. Hissəci tam bölümdən traktör edir. Yəni, hissəci çox hərəkət edir. Amma bunun səbəbi nasıl bilməyib. Səbəbi sadəcə kim açıqlayıb? Einstein. 1905-ci ildə Einstein 4 dənə məqalə yayınlayıb. Yəni, o ilə möhtəşəm il deyirlər. 4 dənə böyük məqalənin, fizikanın, yəni o vaxtda molekulyar fizikanın deyilmədə əsasını o qoyur. Çünki molekulyar fizika haqqında danışmağa ixtiyar yox idi. Molekul varlığı bilinmirsə, molekuların varlığını kəşf elədi. Yəni, molekulun varlığı bilinmirsə, nətər ola bilər molekulyar fizika haqqında? O da götürdü 1905-ci ildə nəzər olaraq göstərdi və dedi ki, Brown hərəkətinin səbəbi, yəni bitki otoraqları getməyin səbəbi molekuların xaotik hərəkət edilməsidir. Və belə şey var ki, məsələn, bitki dövr. Buradan gəlir molekul bu vurulur, o birisi doğulur. Hər tərəfdən vurulur. Amma nəyə görə bir istiqamətə gedir? Çünki bu tərəfdən gələn tarazlaşdırmır.
bir-birini tarazlaşdırmır. Yəni deyir ki, buranın hərəkəti səbəbi molekülların bir-birinə qarşı təsiri deyil, qarşı təsir deməyin daha doğrusu. Amma bir-birini tarazlaşdırmır. Molekülların üzərində təsiri var. Təsir qüvvə tətbiq edir. Amma bir-birini tarazlaşdırmadığına görə də burada xaotik hər tərəfli hərəkətlər olur. Və belə də var ki, buranın hərəkətin intensivliyi temperaturdur. Temperatur nasıl burada? Difuziya var. Maddələrin digər maddəyə qatışmasıdır məsələn. Və ya hətta bunun şey də var. Yəni təkcə bərkişim olması olmalı deyil. Məsələn, burada bir dənə maye olsun, içində bir dənə mürəkkəb ataq. Mürəkkəb yayılır onun içində. Su içində yayılır. Bu əslində bərk cisimlərin içində də var, bərk cisimlərdə də var bu. Yəni qızılı gətirib dəmirin üstünə qoy, sonra deyəsən ki, axı ayrılma bitişmədilər. Əslində bitirlər. Amma onların molekülləri çox sıxdır deyə, çox gec olan bir prosesdir. Bəlkə bir 20 il, 30 il, 40 il, 100 il sonra gəlirsən ki, yavaş-yavaş bir-birinin içinə girirlər. Belə bir şeydir. Hətta difuziyanın intensivliyi var. Difuziyanın intensivliyi nədir? Difuziyon səncə nədən asılı ola bilər? Difuziyanın sürəti nədən asılı ola bilər? Yox. Birinci maddə növündəndir. Bərk cisimlər bir yaxın dediğim kimi yavaş gedir. Amma mayelərdə sürətli gedir. Hətta indi havada daha sürətli gedir. Ətin hissələri. Ətin hissələri. Demək ki, havalarda daha sürətli. Amma mayelərdən indi var. Ondakı belə var ki, temperaturdur. Temperatur artdıqca daha yaxşı qatışır. Bunu həyatdan özüm bilirsən, Şirinsay falan arada mən qət dökürəm sənə. 2 dənə qənd atıram sənə. 5-in olur, qəndlə aid ləzzəti var. Atanda isti olan daha tez qatışır, soyuq olanda qatışmır. Amma indi bunu istəyir bir təcrübəsini də deyək. Görüb buradan 2 dənə stəkan tapa bilirikmi? Şəffaf stəkan, bir dənə qəpiyə qərab olmuş, onu mürəkkəb dökürüm onun içinə. Bizə 2 dənə stəkan lazımdır. İçində də birinin temperaturu 80, birinki də 20 dərəcə olan su. Bunu üfürürüm bunun içinə. Təkrar indi üstü olmasın, zaten fırlatmazsan. İndi hamısında bir damla eləyə bilsəm, əslində sizə bir şey gələm. Çünki arada eləyir hamısı gedir. Bizə 2 damla lazımdır. Olmasa bir kimsə bu qələmi qoyub burada onu. Deyirlər ağzım falan tərəf düşməsin, sadəcə bura düşsün. İndi bunu bu tərəfdə eləyirik, görək indi. Olmasa təcrübəni yandırırıq. O siləcək video. Hayretdən alınmadı, bənd alınmadı. Burada yayılmalıydı axı. Təcrübəmizin tək nəticəsi əlimin atmaq oldu. Niyə alınmamanın səbəbi əslində? Çünki şeydir, düşən mürəkkəb sıxlığı da həm daha çoxdur, nisbətən çoxdur, yəni o zaman həm də yağlı idi deyə tüy çıxdı. Yəni burada aldığımız tək nəticə budur ki, düz birlikdədir. Yəni təcrübəmiz səhv çıxmadı, düz birlikdə olduğunu yoxlaması, difuziyon yoxlamırdı əslində, düz birlikdə olduğunu yoxlayırdım. Elə bir şeydir ki, lakin yaxşı oldu. Teoremi atıb ortadan çıxmağa çalışırıq. Yəni üçüncü müddəa var bir də, asan müddəadır da. Bizə deyir ki, moleküllər bir-birini cəzb edirlər, itələyirlər. Bundakı prujun, əslində prujun. Sıxırsan, onun dartınırsan və əslində moleküllərin bir-birini itələməsidir. Və ya qalıb getirsən, sonra gəlməyində səbəbi moleküllərin bir-birini dartıb itələməsidir. Müddəalar bu şəkildəyik, yəni müddəalar asan deyil. İndi keçirik düsturlara, bəzi düsturlar, yəni başlığı belə yazıq. Bunu böyük ihtimal kimi də keçmişsən hamısı. Bəzi düsturlar deməmişdən əvvəl, birincisi biz şey bilmək lazımdır. Avogadro sabitin. Avogadro sabitin bilirsən bu nədir? ENA hərfini yazılır. Avogadro sabiti. 1 mol maddədə olan moleküllərin sayına Avogadro sabiti deyirik. 1 mol maddədə olan moleküllərin sayına ENA hərfini yazılır. Ədədi qiyməti də 6,2 vurulsun 10 üstündə 23 mol üstündə -1. Əslində sabitin nə olduğunu öyrənməm, sadəcə bunu yazmaq məqsədi, yəni gözünü canlandıra belə deyə. Bunu əzbərləmək. Çünki niyə? Özünüz yanındadır. Əgər ki, hədəfin fizik və yaxud mühəndis falan olmaq deyilsə, sən ziyanladır bunu öyrənmək. Çünki sən onsuz da qiymətini verir, niyə ziyanladır? Qiymətini verir, kompensasiyonludur. Yəni öyrənməsin, bir yazarlarsan. Şey olur ki, qiymətini yuvarlaqlaşdırıb verir.
Sən ki burada məsələn 6 gətirib verəcək. Sən 6-nı 100-2 öyrənmisən idi. Hə, gedib çoxunu məsələn qrafiktasiya suallarında çoxunu biz səhvlərimiz oldu. Test işlərində görürük ki, səhv çıxdı. Biz götürüb onun öyrəndiyimiz qiyməti yazırdıq. Mənim bildiyim qiyməti. Yəni əslində dəqiq qiyməti yazırdı. Amma sən də o vaxtda bizə şey yazmışdılar, yuvarlaq qiymətini yazmışdılar, onu qoymamışıq yerinə. Hə, yəni ona görə də yəni əzbərləmə sabitlər. Bundan sonra Bosman sabitlər, çox sabitlər var. Fizikada keçəcək. Yazırlar var. Nə? Hansı qiymətini verirlər? Bütün hamısı sabitimiz geni verirlər, 2 bərabər onu verirlər. Onun üçün hamısının qiymətini verirlər. Bunun birinci mahiyyətini ölçmək istəyirəm. Mol nə deməksə, yəni molu kimyada düzdür, daha dərin öyrənmirsən. Amma belə yadını saxlamış kimi deyə bilərəm ki, təsəvvür elə ki, belə dənə maddədir. Görə bilirsənmi? Maddədir. Bu maddənin sadəcə bir hissəsidir. Bu hissəni kəsirik bu hissəni. Bura olur ki, 1 mol. Sadəcə bir hissəni, məsələn, bu qədərlik bir hissəni, bu otaqdan sadəcə bu qədərlik bir hissəni 1 mol deyirik. Və 1 molun içində var olan moleküllərin sayına maddənin 1 mol götürür. Məsələn, dəmirdən də götürə bilərik, buradan da götürə bilərik, buradan da götürə bilərik, 1 mol. Bunun içində olan moleküllərin sayına deyirik. Moleküllərin sayı nə qədərdir? Bu qədərmiş demək. Onun üstündə 23 dənə molekül var imiş, çıxır bir dənə hissədir. Yəni mol deyirik o hissəyə, 1 mol. Anlayabildinmi? İndi maddə miqdarı var. Əslində molun, yəni vahidi moldur. Maddə miqdarıdır. Nüh hərfinə işarə olur. O da odur ki, yazdım sənə. Bu kəsdiyimiz hissədən nə qədərdir bu maddə içində? O necə taparsan? Məsələn, indi biraz bir kəsək ki, təsəvvür ki, bu 1 moldur. Bundan bir var 4 dənə. 4 mol. 4 mol. Maddə miqdarı nə qədər olur? 4 mol. Bundan mən də sənə kub verirsən təbii ki. Nə tər olur? Burada var tutaq ki 6 molekul, burada var 6 molekul, burada var 6 molekul, burada var 6 molekul. Hə, sən deyirlər ki, maddə miqdarı nə qədərdir? 24. 24 deyil. Yox, 4 deyil. 4. Bu nə tər tapılır? Məsələn, Var olan ümumi molekulların sayının Avogadro sabitinin nisbəti. Sırf burada bilirik ki, yəni 1 molunda nə qədər var? 6 var. Ümumi hamısında nə qədərdir? 24. 1 molda nə qədər olar bəs? 1 molda yox, şeydir, maddə miqdarı nə qədər olar? Orada neçə dənə mol var? 4. Nüh hərfinə işarə olunur dedik və vahiddəki moldur. Avogadro sabiti vahidini alır. Demişik burada, nolsunu mənfidir. Yazdın? Hə, yəni nü var, bir nü bilmək lazımdır bizə bunu belə çəkim, nü. Nə idi nü? Maddənin miqdarı. Ondan sonra kütlə var, kütlə dediyimiz bir şeydir əslində. Ümumi bunun kütləsi kiçik M hərfinə işarə olunur, yəni cisimizin kütləsi. M nə olar? Yəni burada belə bir şey deyil ki, M. Bir dənə molekulun kütləsi M0 yazırıq. Vururam nə qədər molekul varsa, o sayına o verər kütləni, yəni ümumi kütləni. Bir dənəsinin kütləsi, bir dənə molekul var, 100 dənə var burada, vururam 100-ə, alırım ümumi kütləni. Anladın? Sadə bir şey. Bunu niyə dedim? Əslində bu önəmli düsturdur, yəni işlərini düsturdur. Amma bir dənə də şey deyirəm, indi ona Altı deyil. Nə? 6-dır orada. 6 özüm vermişim, əslində 6 dənə molekul yoxdur. Təxmin edirəm, ona görə orada 6 da o bir hissəsi. Yox, 6 özümdən vermişəm. Bildin? Baxın, məsələn olsun da oradakı. Molekul sayıdır bu. Hə. Molekul sayıdır. Ona verəcəm 6 edir də, onun bir dənəsi kütləsi. Bir dənəsinin kütləsi ayrı şeydir. Yəni ümumi kütlədən söhbət gedir. En ümumidir. Bir dənəsi həmişə enadır. Avogadro sabiti budur. Sadəcə bir dənəsi enadır. Yəni 1 molda bu qədər var. Budur. Orada neçədən var? Burada 4 ena. Hə. Kütləsi neçə? Kütləsi, axı bir dənə molekul kütləsini verməmişəm. Oksigen üçün ayrıldı, atom üçün ayrıldı, bütün atomların fərqlidir kütləsi. Sana molekulun kütləsi bax bu deyil nədir? Bir dənə molekulun kütləsi. Bir dənə molekulun baxdığı gözündə anla. 100 dənə qoyun var. Hamısı eyni kütləli 100 dənə qoyun var. 100 dənədir, en 100 dənədir. Bir dənəsinin kütləsi 30 kilogramdır. 30 kilogram. Ümumi südün kütləsi nə qədərdir? 3000. Yəni götür bunu bir dənəsinin kütləsini vursan hamısını. Yəni sadə bir şeydir. Bunu niyə bu qədər vaxtını bilmədim. Sadə bir şey. Hə, tutun indi. Tutsa bir şey. İndi bir dənə bir şey var ki, biz indi ümumi kütləni bildik. Amma bizim bir dənə qoyun kütləsi lazımdır. Sırf buranın kütləsi lazımdır. Böləcəm onu. Sırf buranın, bölmürsən. Buna ki yeni bir çəmək daxil olunur. 1 mol maddədə
Bir mol maddənin kütləsi. Belə deyək. Bir mol maddənin kütləsi. Bu da yekə əməliyyatla işarə olunur. Yəni əslində sabitlik demək tam doğru deyil, çünki hər maddə üçün sabitdir. Oksigen üçün ayrıdır, oksigen ayrıdır, görürsünüz ümumi ayrıdır. Bu da ki ona bərabərdir. Bir dənə molekulun kütləsi vurulsun ümumi yox, Avogadro sabit. Yəni sırf burada nə qədər var? Na qədər var idi, düzdürəm. Sırf bu hissədə Na qədər var. Na qədər var. Ümumi hamısında nə qədər var? N qədər var. Ümumi kütləni tapmaq üçün eləyərəm. Bir dənəsinin kütləsi, sıfır boyda bir molekulun kütləsi, vuraram N-ə. Vuraram N-ə. Burada bütün molekulun sayırım, boyunu sayırım. Amma mənə bir də konkret 20 dənə boyun lazımsa, 20 dənə boyunu elə bil ki 1 mol deyirəm, değil mi? 20 dənə boyunu 1 dənə mol deyirəm. 1 molda kütlə lazımdır. Çünki bunu 20'yə vurmalıyam. Hamısına vurmaq ixtiyarım yoxdur. Hamısı kütlədir. Bütün o qüsurunun kütləsidir. Amma sırf bir mol budur. Mol sadəcə bu xüsusi bir dənə qoyun sayısıdır. 10 dənə qoyun, 15 dənə qoyun məsələn, sən bir mol budur. Bunu anladığınızda çox qəşəng. Emin təkcə düsturu bu deyil. Bu düsturlar da vacibdir təbii ki, yəni. Kim vacibdir, amma emin təkcə düsturu bu deyil. Emin düsturu budur. En bərabərdir. Bu da anlayabileceğim bir şeydir aslında. Anlayabileceğim bir şeydir. En nədir? Kütlə dillər ama bütün bu yüzlərə boyun kütləsidir də. En yüzlərə boyun kütləsidir. İndi emdəki 20 dənə boyun kütləsidir. Maddəmizin miqdarı 4-5 olsun da. Yəni nə qədər 20 var bu? 100 qoyun üçün nə qədər 20 dənə qoyun var? 5 dənədir. Onun böləndə cavab ala bilərik. Nü üçündə bir dənə düstur var. Bunun nü üçündə çevrəndə zaten çıxır. En bölünsün 2. Bunu ayrı şekilde çıxarda bilərik əslində. Yəni en bölü 2 nə? Nəyi verir? M0. N bölünsün M0 N. M'lər gedər. M bölünsün N nəyə bərabərdir? Hə? Nə? M bölünsün N nəyə bərabərdir? Yüyə bərabər. Yəni buradan da bunu götürüb çıxarda bilərsən. Son olaraq da bunların təkrarı deyil, ondan sonra konsentrasiya var. Konsentrasiyanın deyil keçid yerisi. Bax, N-a nə oldu? Beləcəyən desəm. Avogadro sabitiydi, bəli. Avogadro sabiti nə ifadə edirdi? Nəysə o ki, 1 molun nə oldu? 1 mol nə oldu? Yox. 1 mol maddədə, 1 mol maddədə nə qədər molekul var odur? 1 mol maddədə çıxılı bir dənə hissənin içində nə qədər çıxılı molekul dənələri var? Odur. Yəni bu qədər var demək. O N-yə bərabər kütləsi, N dediyimiz bir şeydir. N dediyimiz bir şey də bir dənə məsələn üstü olucu götürürsən, 1 moldan sonra keçir, azaltsan. Bu da ola bilər, nə bilim, əlindəki qələm də ola bilər. Bunun ümumi varlığı molekularının sayı nə qədər var molekul? N sayı deməkdir zaten, yəni natural qızılırsa N-lə işarə edilir, o da sayı demək. Nü nə idi? Onunla bərabər qızıl cavabını alır, 1 molda nə qədər olur? 1 molda nə qədər olduğu yoxdur ücə. Nü ücə 1 moldur zaten özü. Nə qədər maddənin miqdarıdır. Buradan neçədə nə var mı? 6. Yəni 24 dənə molekul var. Amma 6 dənəsi də Avogadro sabitidir. Avogadro sabiti də 6-dır. Onu 24 bölünəm 6-ya aldığımızda 4. Demək ki 4 dənə orada Avogadro sabiti şeydən mol var imiş. 4 dənə mol orada maddə var imiş. 4 dənə çıxılı kəsdiyi hissə var imiş. Orada birini görürsən, bir ikisi yox. Başqa bunu dedik, kütləni bildik, bir dənəsinin kütləsini vururam, neçə dənəsi varsa olan ümumi kütləyə bərabər olur. Bunu da bildik əslində. Bir dənəsinin kütləsini vururam, N-aya. Onu alıram. M də başa düşdük. Yəni M həm buradan başa düşmək olur, buradan da başa düşmək olur. Yəni nə olduğunu M bölünsün nö. Buradan da nö'nün həndəki M bölünsün M-ə bərabər olduğunu başa düşdüm də yəni. Bura görə sorun yoxdur ki. Sorun yoxsa keçək digər hissəyə. Digər hissəmiz konsentrasiyadır. Konsentri falan filan, yəni beynin böyle toplamaq falan. Təbii ki, konsentrasiya əslində bilindik bir şeydir, yəni sadə bir şeydir. Sıxılı enerjini işarə edir konsentrasiyanı. Vahid həcmə düşən molekuların sayıdır. Sadə bir şeydir. Vahid həcmə deyirəmsə, həcm harda olmalıdır? Vahid həcmə düşür, aşağıda. Aşağıda.
Bunu demişdik 5'te 6. 5 aşağıda olur, 6 yukarıda olur. Bu vahid həcmə, vahid zamana deyirəmsə, o ilk dediyim aşağıda olmalıdır. Molekulların sayı. Ümumiyyətcə, vahid həcm deyəndə necə başa düşməliyik? Sonra bir həddindən nə qədər olduğunda Vahid həcm həddindən nə deyəndə... qədər düşmək. Yox, bir saniyə. Vahid həcmə düşən bir şey bu deməkdir ki, tilləri 1 metr olan, bax, hər tərəfi 1 metr. Bir kubon, burada 1 metr, bir kubon uçarsan 1 metr. Tilləri 1 metr olan bir kubon fəzada tutduğu sahət. Yəni elə bir sahət təsəvvürlə fəzanı tutub. Fəzada tilləri 1 metr olan. İndi otağı təsəvvür edin. Tilləri 1 metr olan bir kup təsəvvürlə. Bax, bunun tam daxilində nə qədər molekul var? Yəni mütləq nə qədərsə var da, yəni çoxdur düzdür. Yəni sayılması qədər deyil. Yəni heç molekul görə bilmirik. Yəni çoxdur. O molekulların sayı konsentrasiyadır. Son olaraq da sıxlıq qaldı. Sıxlıq nə edir? Bir maddədən maddəyə dəyişir. Maddə dəyişir, amma sıxlığın ümumi şeyi M bölünsün deyil. Yəni vahid həcmə düşən kütlənin miqdarı. Bu vahid həcmə düşən molekulların sayıdır. Bu da ki, vahid həcmə düşən kütlədir. Sıxlıq üçün burada bir dənə düstur alırıq. Düstur həqiqətən lazımlı düstur. Birinci M bölünsün olduğunu bilirik. Bunu zaten mexanika dərsində biyotonu anlamını bilirik. M nəyə bərabərdir? Şu bölünsün deyir. M0 olsun N bölünsün M. M bölünsün M nəyə bərabərdir? Bax, bunu fikir verir. Birinci başa çıxın o soruya. N diyor, M0, N bölünsün N qalırdı o da. Yox. Bu bölünsün, bu ümumiyyətcə bu nəyə bərabərdir? O dedi yuxarıda. Yuxarıdakına bərabər. Rho bərabərdir buna nə? M0. Nəsə sən də bunu deyirdin? Beş başqa. Qanuna qalan sizə qaldı burada. Sizlə. Satıyorum. Sat. Buranın anlamınızı əslində əsasını getirdim. Şimdi qaldı temperatur deyək. Temperatur da satdım. Temperature. Temperatur deyəndə birinci həqiqətən bu adamın, yəni bu əsr ədiyyatının qalıb əlində. Adamı həqiqətən biraz düşündürücü sual. Düşündürücü deyəndə təqdimi sorğuladıcı sual deyir ki, ay mən hər bunun yerini hiss eləməmişəm dediyi bir şeydir. Temperatur nədir? İstilik. İstilik, bu yox temperatur deyil. Olar mı? Otağın dərəcəsi çıxır. Son dərəcəsi? İstiliyi soyuqu soğuq. Aynen nə bilim. Temperatur görsən deyəmirsən. Temperatur, yəni həyatımız içində deyil. Uşaq haqqında vaxtında olan temperaturun içində deyil. Amma temperatur nə olduğunu bilmirik. Amma temperatur çox qəribə bir şeydir. Temperatur əslində bildiyimiz bir enerji cinsindən bir şeydir. Enerji cinsi deyil, düzdür, amma enerji cinsindən hesab etmək olar. Molekulların sürətidir. Molekulların orta sürəti. Nə? Nə qədər çox istəyə bilər. O qədər çoxdur, da. Yəni əslində temperatur çox demək, molekuların sürətinin daha çox olmalı demək. Molekuların sürəti nədir? Kinetik enerjidir. Gördüyün temperatur gəlib enerjiyə çıxdı. Ona istilik enerjisi falan gəlində keçirir bir tərəf. Onu termodinamika daha dərinə keçirir. Məsələn, burada indi qatışma falan söhbət. Düzdür, qatışma da bir şey öyrənilmə izah edə bilmir. Qatışma ilə qaldığı təcrübəmiz orada. Amma belə bir şey var ki, bunu əvvəl özün evdə yoxlaya bilərsən. Yəni, bilsək biz deyim nə arardıq. Çay tökərdik. Çay qəşək qatışarıq. Neyse. Yəni, biz gedin o durduq mürəkkəb məmurdan adını gəlib bəlkən bilmirəm. Yəni, əlimdə zabının hamısı şarlandı. Mürəkkəb qardan deyil adını gəlib bilmirəm. O boyda səhət bilmirəm. Burada şikallar var. 3 dənə elmanlı. 3 dənə var. Celsius, Kelvin. Bir də var. Fahrenheit. Bunun adını həmişələrlə tutuyorum. Yazmaq olmur. Bəlkə səhv yazdım belə. Fahrenheit.
Celsius bizim alışık olduğumuz şeydi. Kelvin fizika, Kelvin işləri. Yəni bunun yadına salaq ki, fizikamız Kelvin işləri. Celsius'ı biz işlədik. Yəni şərbətlər falan işlədir. Kelvin'i fizika işlədir. Fahrenheit'də Böyük Britaniya işlədir, Amerika işlədir, Amerika Birləşmiş Ştatları işlədir. Nə bilim Yeni Zelandiya işlədir. Niyə bunu belə seçmirik? Nə? Mən də onu çatmır. Əslində Fahrenheit bizim Celsius işləyən yaxşıdır. Mən də Celsius. Mən də o da. Kelvin ya da Celsius, amma Fahrenheit biraz qatışıqdır. Çünki 273 saat başına. onlarda var, amma Fahrenheit biraz qatışıqdır. Çünki nəyə görə? Dəyişməsi fərqlidir. Bu da əmsalları qatışdırır. Ona görə eşitdir. Onlarla var falan. Yani biz cevap ettikdə biz yani mühasirdə siz gedin onlarda sürüyensiniz sesiyle. Sesiyle dediğimiz kimi de bunları yazaq. Hətta durun. Görebilirsən mi? Bir dənə güzeldir. Bura qış olsun onun. Burada isti. 100 derecede, 100 Celsius'da qaynayır, 0 Celsius'da donur. Bu burada. Kelvin etdirik. Donma, kızma. 373'te Kelvin'de kaynayır. 273'te de donur. Bir de var bir de Fahrenheit. Fahrenheit'te yazar. Fahrenheit'te biraz qəribə. 32 derece Fahrenheit'te şeydir, donur şu. Donmanız aparat. Kaynaması da 212 Fahrenheit. Niye 3 tane var ki? Çünkü farklı dövrde farklı məqsədlərə görə işləyir. Yəni kəşf olunur. Hamısı da öz alimin adıdır. Gerçekten başımıza. Bir bir şey var ki, temperatur mənfaatlar mı? Olmaz. Niye? Fizikada, bax bu çox önəmli cümlədir ha. Yəni Kelvin'de istifadə işte olunur. biz Kelvin istifadə edirik, Kelvin istifadə edirik. Bu içində Ha, anlamı. onlar da bizə aiddir. Ha, Kelvin'de. Fizikada Kelvindir. Kelvində temperatur sıfır ola bilməz. Çünki bir sırada falan keçir, indi birazdan üstüne yazıram. Üstüne görürsən ki, eğer temperatur sıfırdırsa, sıfıra yaxınlaşırsa, yəni 0 Kelvin olursa, molekul yanır. Hərəkət eləməz. Hərəkət eləmir. Amma molekul ancaq hərəkətdə olmalı. Hərəkət eləmir. Yəni ona görə təbiətdəki ən kiçik temperatur 0 Kelvin'də ola ki, yoxdur. Görmürük. Bir də var ki, en yüksək temperatur. Səncə nə olur? Güneş saat. Yanından keçmir güneş. Əslində güneş o isti deyil. Onda ulduzlardan biridir. O da gözlənməyib, yəni məncə gözlənməyib. Amma teorika belədir ki, molekul ışıq sürətinə yaxın sürətlə getməlidir. Sürəti. Ona görə yuxarı çıxır. Hə, indi bunların keçid var. O skorusdan falan söhbət var. Bunların keçid var, keçidlər tezləyək. Ondan sonra keçir şeyə. Sən düstur yazır, o düsturda görəsən ha. Sesiyada bir keçid yazmaq mümkündür, amma mümkün deyilsən də sadəcə Kelvin'dən keçir. Kelvin'lə sesi arasında bir əlaqə düsturu. Asandır. Kelvin bərabər. Bunu hərflə yazdım deyəcəm. Kelvin bərabərdir. Nə olarsa bizə? 273 qədər axarlarda fərq var. Yazarım 273 üstəcək Celsius. Yəni əksər mənalı düsturdur və asıl düsturdur. Çünki məsələn sıfırda 273 yarasını verir. Mesela ne varsa Celsius görürsən, üstüne 273 eləsin ki. Yəni bu qədər. Amma Fahrenheit'də öyle biraz dediyində Fahrenheit xoşumuz gəlmir Fahrenheit'dən. Burada nədir problem? Problem burada yaranır ki, burada Celsius'in dəyişməsindən, yəni delta Celsius bərabərdə delta Kelvin'dir. Yəni Celsius dəyişməsi nə qədərdir? 373-dən çıxıb 273-dən 100 Celsius yoxdur Kelvin'in dəyişməsi. 373-dən çıxırsan 273-ün qalır 100. Amma Celsius 100'den çıxırsan yəni qalır 100. Eyni dəyişmələr. Amma burada eyni deyil. Burada 180 edilir, burada 0 edilir. Onun görə burada əmsal var bir dənə. Sadəcə bir əmsal var. Yəni çox böyük bir şey deyil aslında burada da. Fahrenheit'də bərabərdir 1.8 Celsius üstə gəlməsin 32. O qədər çox açıq şey deyil. Sadəcə yəni doğru istilik olmasın burada daha rahat olsun amma var. 1.8. Fahrenheit'in Kelvin'ə keçsin var. Nə? Şey falan da. Onu düstur çıxmağa ehtiyac yoxdur. Celsius 873 verir. Birinci növ belələr də.
Kelvin tap ondan sonra çevreye keçid buna. Daha doğrusu Celsius tap ondan sonra Celsius'dan çevreye keçid var. Yəni hər növdən bu iki düstur bilirsən, həll edə bilərsən. Kitabda çox düstur var, 5-6 tane düstur var. Onları öyrənmirsən. Sən bu ikisini öyrənsən bəs. Onu da öyrənmək gəldikdə ki, məncə yəni bunu istəsən özün təzən yazarsın. Onu da oturup son tertemiz. Hə? Ne işte onu hesaplar. Ben sizeyim ki Amerika değilsem desem derede istediğim az. Bir dəfə bir şey olmuşdu ama yəni telefon düzü qoymuşdum falan idi hə. Bir də çox baxmış telefon dərəcə 52 dərəcə. Fiskal bilməyən adamlar 52 dərəcə nədir? Əslində havada su yox idi. 14 derece olmalı. Telefonu sərf işləyir. Temperatur demişdik ki nədir? Molekuların sürətidir. Yəni molekuların sürətinin əslində temperatur belə deyil. Temperatur artıran və azalması molekuların sürətidir. Sürətin artışı və azalmaları. Molekul sürət niyə? Çünki kinetik enerjilərdir. Molekuların kinetik enerjisi birbaşa kinetik enerjiyə əlaqəlidir. Yəni biz əlaqəni nə demişdik? Məsələn, qüvvə tərzinə düzə əlaqəli idi. Qardaş idilər demişdik ki, əlaqəli idilər. Bunun əlaqəli olmaq üçün arada bir dənə sabit olmalıdır. Və yaxud qüvvə x-nə. X nə idi? Uzanma idi. Yay nə qədər artırsa, o qədər uzanma. Amma arada mütləq bir sabit olmalıdır. Sabit olmasa bərabər şəkil işarəsini yaza bilmər. Çünki birbaşa ona bərabər ola bilməz. Onun elə bir ki, ancaq dəyişdirilmiş formasına bərabər olmalıdır. Ona görə nə eləmişdim? Bərabərdə kx demişdim. K getmişdim və K nədən asılı idi? Her şeyden. Maddələrin növündən asılı idi sadəcə. İndi burada da yeni şey idi, hə? Yeni şey idi. Burada belə yazılır. Əslən düsturda çıxarmışım var. Amma uzundur. Kinetik markalar kinetik enerjisi bərabərdir və 2'də 3 K T. K nədir burada? Bu K'nı atışdırma sakın. K'nı silim. Bunu unut, mexanikanı unut. Ümumiyyətlə mexanikanı artıq edir ki, mexanikanı yadından çıxart. Öyrəntilə falan hamısı geçsin. 2'də 3 K T'dir. 2'də 3 nədir? Dörtmüyor. Nə? Dediyim ki, bunu çıxarmışım əslində. Çıxarışı var, çıxarışdan çıxar ki 2'də. Peki, nədir? Çıxarışı var. Amma çıxarışı uzundur. K Boltzmann sabiti. Ne sabit? Boltzmann sabiti, Boltzmann keşfedik, Boltzmann sabiti. Kanun aydın olar. Sən məsələn bir nöqtə 38 vurulsun, onun üstündə mənfi ölçüydür. Telefonlarını giymek zaten o da çıkıyor. Onun qaçıq şeydir, bunlar qınamada da. K bərabər deyil, vahid cəhətdə. Nə olar? Col bölüsün Kelvin olar. Yəni yazanda T gedir bir alta. Onda şey yerində vahid fasonu yazanda Col bölünsün, o vahidi Coldur. Bu ki də nədir? Kelvin. Col bölünsün Kelvin. Temperaturun vahidi. Burada görülür olur ki, sən molekulun sürət artsa, kinetik enerji artır da, sürət artanda. Temperaturda sıfıra görə artır. Əslində məhdud. Sıfır da ola bilir, sıfır olanda o sıfır olur. Belə bir şey. Burada nəsə qalması qaldı temperaturun ölçüsünə. Asan da məncə bura qədər və məncə mexanik nəzərdən ancaq maraqlı. Nisbətlə də yazırıq bu şey, imkan əsas tənliyi tutarıq. İmkan əsas tənliyi, həqiqətində əsasdır. Yəni, burada təzyiq haqqındadır imkan əsas tənliyi. Bu düsturun da çıxarılışı var, hətta impulsdan çıxır, impulsun şeydən, toqquşmalardan falan çıxır. Dikəməklər bir istəxırdalıyım. Çünki Venüsdən yıxıq çəkdiyim metroda vardır. Venüsdən xət çəkdiyim bu orta, molekulun orta sürətidir, orta sürətidir. Kinetik neymiş? Orta sürətidir. Orta kvadrat sürətdə deyirlər buna. Bu niyə ortadır? Yəni götürür əslində doğru birini yazsam fərq deyil miydi? Belədir ki, mən burada sistemi baxıram, burada sistemi baxıram. Bir dənə molekulun sürətini baxsam, baxa bilmərəm. Bir dənə molekulun sürətini də baxıram. Ona görə də yəni biz demişik ki, biz hamısı ortalaması olsun da. Yəni belə də bunu və bu veyini belə yazırlar əslində. Bərabərdir. Silin. Işık süratini, ışık süratini sorabilir. Işık süratinin qiyməti var da. Işık sürəti 3 vurulsun, 10'sunda 8
Metodoloji saniye. Aslında böyle bir şeydi yani bunu yazmanın arasında ihtiyaç yok. Sadece hayatından da değil bunu yazdım. Çok büyük var. Emniyet, M0 nedir? Bir tane böyle konuşursa bunu diye ben burada əsaslandırmışam. Qızlar əfərindən qərar verməsində, yəni sadəcə görmək üçün yazdım. M0 nədir? Bir tane böyle konuşursa deyim. M neydi? Konsentrasiyaydı. Üstəlik nədir? Yəni dairənin hissəsinin bir dənəsidir, tabura qədər dairədir. Məncə yəni anladım. Düsturun nə olduğunu anladım məncə. Bunu anladınsa keçək olursun çünki təcrübə düsturdan sənin yaxanı buraxılmır imkan sistemində. İmkan sistemində yoxsa 4 dənə bu düsturdan çıxarılış var, gedən bir çıxarılış. O çıxarılışı bilməlisən. Çünki əzbərləmək istəyirsən, əzbərləmək çətindir və yadda qalmayacağını əminəm. Ona görə çıxarılışı diqqətlə baxmalısan. Etdiyimiz addımları bunu gələn dəfə, bunların hamısını çıxarılış övvədə yazırsan. Bu da bir şey demək istəyirəm. Kinetik enerji düsturuna elə daha çox oxşuyur. Yoxsa mən biraz oxşadım. Nəsə bir kinetik enerji düsturu var. Bax, mv kvadrat. Nəsə yoxdur. Mv kvadrat var, nəsə yoxdur. Görünsün ki, yox. Bunu bölürəm ikiyə. Amma mən kiməm ki? İxtiyarım yoxdur. Onda çarpı. Mən yoxdur, 2 artıq var. Buradan 2-yə ki, yəni 2-lər geçsin, əslində qalsın var. Nə oldu? Üstə 2, y, y2. Bir dənə düstur uzun. Bir dənə bir şey var ki, bunu indi silin biraz. Bunda yazım, ondan sonra bir dənə düstur buradan çıxacaq. Amma onda yazam, məsələn, bu düstur əqabasan var edim ki, çünki bundan sonra ofisi gəlir, zizifasın olsun. Amma yox, bunu yazaq. Yeni mühendis programında nə verir? Düsturda bir şey demişdik. Ya yanında qalmayacağım əminəm, amma sadəcə görmə şey deyə bilərsən. Çünki yanında qalmaq üçündür. Yeni programda. Ne önemli? Yox. Sıxıq edirdi yazılacaq. Ya. Rol bərabər idi. Ne yazılmış sadəcə. M bölünsü V idi. Bildiğiniz bir şeydir o. M'in de yerine M0 N yazırdım. Bölünsün diye. Bu neye girdi? Ne öyle? Ha? Ne? O. Neydi? Rol bərabərdir. M0 N. Burada şimdi M0 N var. Onu getirip onun yerine yazsam. Bir tane alındıraram. Buradan tilse yazaq. Üstə 1 rho V kvadrat. Bir tane bu var. Bundan sonra bundan sonra alacağımız tutur. Demək olar bütün testlərdə 90% testlərdə hamısı alacağımız tutur işlənir. Qısa tutur, özünü görürsən. Bəlkə bir ehtimal yadına saxlaya bilərsən. Bunlar işlənir. Amma ən çox o işlənir. Yəni onu ekstra yapmışlar. Yaxlarım biz kinetik enerji haqqında tutur çıxdıq. Çıxmadı və əslində elə götdük aladan götdük yazdıq. Tutur idi. Yadına qaldı, importorlarına gəldi. Nələr idi? Kömək elə. Hasır. Gözden içine üstü o. Katil. 200 kaldı bir falan değil. Zaten importorlarına gəldi tutur demiş ki. Yəni sadəcə bunu burada yazsan olar. Yazaram. Buradan alttan yazın. Üstə 2 N. Bunun yerine yazıram bunu. 2'də 3 K T. Bunlar gedər. Təsdiqlər qalır N K T. Bunların hamısı önemlidir. Biraz qatış görsünə bilər, amma hamısını çalışma lazımdır. Yəni, məncə burada saxlamaq kifayətdir.